Hal-hazırda yayılan bu infeksiya adi soyuq dəymə deyil, bu influenza A virusunun yeni bir mutasiyasıdır. Koronavirus adi influenzadan belə yüngül keçə bilir. Bu virus daha sürətlə yayılır, daha ağır keçir. Çünki 39-40 dərəcəyə çatan emməyən qızdırma, ölüm riski, ölüm faizi Asetamivir preparatı bu riskləri 50%-ə qədər azaldır. İnfluenzadan qorunmaq üçün ən effektiv vasitə. Bu xəstəliyə yoluxmamaq üçün nələr etmək lazımdır? Allergiyası, asması olan insanlar, 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan kiçik körpələr. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bizim həkim layihəsindəsiniz. Havalar soyar-soymaz evlərimizin bir qonağı olur, o da viruslar. Bəs o viruslarla necə mübarizə aparaq, özümüzü və körpələri necə qoruyaq? Bütün bu məsələlər ətrafında pediatr Elşən Tağıyevlə söhbət edəcəyik. Xoş gördük siz, Elşən bəy. Sağ olun. Elşən doktor, uşaqlar arasında son zamanlar qrip əlamətli ciddi viruslar müşahidə olunur. Bu qripdir, yoxsa daha təhlükəli virusdur? Son zamanlar, yəni son 2 həftə ərzində xüsusən də pika çatmışıq. Uşaqlar arasında, eləcə də böyüklər arasında bir infeksiya yayılmışdır ki, burada yəni adi soyuq dəymə deyil. Yəni bizim insanlar adətən qrip dedikdə soyuq dəyməni nəzərdə tuturlar. Hal-hazırda yayılan bu infeksiya adi soyuq dəymə deyil. Bu qrip virusudur, yəni influenza virusudur. Influenza A virusunun yeni bir mutasiyasıdır. Hal-hazırda virusun 2 ştammı vardı, H1N1, bir də H3N2. Bu ümumi bir ştammlardır və bu ştammların isə yeni bir mutasiyası var ki, buna da Super K deyirlər. Super K nədir? Bu daha yoluxucu virusdur, yoluxuculuğu yüksəkdir. Yenə də standart əlamətlərlə gedir, yüksək qızdırma, qusma, boğaz ağrısı, öskürək kimi əlamətlərdə, yəni xüsusən də yüksək qızdırma, ilk əlaməti yüksək qızdırma, 39-40 dərəcəyə çatan emməyən qızdırma, sizin dediyiniz kimi əzələ ağrıları, sümük ağrıları, bütün ümumi əlamətlərlə gedir və ən başlıcası isə bu virus daha sürətlə yayılır. Daha təhlükəlidirmi? Yəni deyək ki, keçən il, ondan əvvəlki il yayılan qrip virusundan, influenzadan daha təhlükəlidirmi? Xeyr, daha təhlükəli deyil. Doktor, amma bu virusun əlamətləri sanki qripdən daha ağırdır. Siz qrip deyəndə soyuq dəymə nəzərdə tutursunuz. Bəli, soyuq dəymədən ağırdır. Çünki bu sadəcə soyuq dəymə deyil. İnsanlar arasında buna xalq arasında bizə quru qrip deyirlər. Çünki qrip dedikdə mütləq burun axmalıdır, öskürək olmalıdır, askırmaq olmalıdır. Amma influenza onlarsız da başlaya bilər. Influenza başlayır sadəcə boğaz ağrısı, bəzən qusma ilə, bəzən ishallə və ən başlıcası isə yüksək hərarət və sümük əzələ ağrıları. Daha ağır keçir. Çünki bu influenzadır. Bu soyuq dəymə deyil. Soyuq dəymənin türündən başqa viruslardır. Amma influenza daha ağır keçir. Təbii ki, daha ağır keçir. Amma daha öldürücüdür. Xeyr, daha öldürücü deyil. Digər, dediyim kimi, yenə də təkrarlayım, digər illərdə yayılan influenzadan daha ağır keçiricidir. Xeyr, daha ağır keçirici deyil. Sadəcə daha sürətlə yayılır. Yeni mutasiya olduğu üçün daha sürətlə yayılır. Ona görə də xəstə sayımız çoxdur. Hazırda yayılan virus koronavirusun yeni növündən hesab edilə bilərmi? Koronavirus və influenza tamam başqa-başqa növlərdir. Influenza virusu 100 ildən artıqdır ki, elmə məlumdur. İlk başlarında o da daha təhlükəli idi, ölümcül idi. Amma indi həm ona qarşı dərmanlarımız var, həm peyvəndimiz var, həm də orqanizmimizdə artıq ona qarşı immunitetimiz var. Bizim üçün yeni bir virus deyil. Ona görə də koronavirusdan fərqlənir. Koronavirus yayıldıqda isə o tamam bir yeni virus idi. Orqanizmimiz onu ümumiyyətlə tanımırdı. Ona qarşı immunitetimiz yox idi. Ona görə ilk vaxtlar ağır keçirilirdi. Hətta indi son illərdə koronavirus adi influenzadan belə yüngül keçə bilir. Çünki artıq orqanizmimiz onunla tanışdır. Ona qarşı anticismlərimiz var, immunitetimiz var və onunla mübarizə apara bilirik.
Dövrümüzdə bəs hansı virusdur ki, o hazırda koronavirusdan daha ağırdır, yoxsa necə? Elə bir virus varmı? Yəni elə bir virus, yəni koronavirus yeni bir virus növüdür. Hansı ki, ümumiyyətlə elmə məlum olmayan bir virus idi, yeni bir virus idi. Ona qarşı nə dərmanlarımız var idi, nə peyvəndimiz var idi. Yəni hal-hazırda koronavirusdan sonra yeni bir virus növü yaranmamışdı. Hal-hazırda yayılan inflyuenzada yeni mutasiya olsa da virusa qarşı istifadə etdiyimiz dərmanlar bura kömək edir. Məsələn, oseltamivir preparatı var ki, inflyuenzanın müalicəsində çox effektli bir preparatdır. Xəstəliyin müddətini 2 günə qədər qısaldır. Yəni xəstə oseltamivir qəbul edirsə, xəstəlik 2 günə qədər qısalır. Temperatura təqribən 24-48 saat ərzində xəstələrin böyük əksəriyyətində temperatura, hərarət enir və xəstə özünü daha rahat hiss edir və ağırlaşmaların riskini hardasa 50%-ə qədər azaldır. Bunda ağırlaşmaları nədir? Qulağa ağırlaşma verir, qulağın iltihabı, otit deyirik, ağciyərlə ağırlaşma verə bilər, pnevmoniya verir, qaymarit kimi, xalq arasında qaymarit kimi tanınan sinusitlərə səbəb ola bilir və həmin o oseltamivir preparatı bu riskləri 50%-ə qədər azaldır. Və bundan başqa qripə qarşı olan peyvənd yenə də bu mutasiyada, o super-K dediyimiz mutasiyaya qarşı da effektlidir. Ona görə yəni yeni bir virus deyil, həm qeyd etdiyim kimi preparatlarımız var, həm peyvəndimiz var və buna qarşı mübarizə aparmaq biz üçün daha rahat. Bəs mübarizəsi geciksə necə doktor? Fəsadları necə ola bilər? Fəsadlar qeyd etdiyim kimi, fəsadlarımız ölümlə nəticələnə bilərmi? Yəni ölüm riski, ölüm faizi, yenə deyim, əvvəlki mutasiyalardan çox deyil. Yəni H1N1 və yaxud H2N3-ün yeni mutasiyası, o super-K dediyimiz mutasiya daha öldürücüdürmü? Xeyr, daha öldürücü deyil. Yəni inflyuenza A-nın keçən il ki, ondan əvvəlki yayılan formalarında ölüm faizimiz nə qədərdirsə, burada da ölüm faizi o qədərdir. Yəni daha öldürücü deyil. Qızdırmadan uşaqlar arasında ölüm halları da var. Ümumiyyətlə ola bilər, istənilən infeksiya ölümlə nəticələnə bilər. Bu infeksiyanı kim ağır keçirir? Xüsusən allergiyası olan, ondan sonra asması olan insanlar, 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan kiçik körpələr daha ağır keçirdir. Ölüm halları təbii ki, ola bilər. Yəni bunun pnevmoniya ilə ağırlaşa bilər, pnevmoniyadan xəstəni itirə bilərik, mərkəzi sinir sistemi, yəni beyin ağırlaşmalara verə bilər, ondan xəstələri itirə bilərik, ikincili ağırlaşmalardan xəstəni itirə bilərik. Amma yəni daha öldürücü, super öldürücü, super bir infeksiya deyil. Sürətlə yayılsa da ölüm faizi, öldürücülüyü, letallığı əvvəlki infeksiyalarla müqayisədə yüksək deyil. Doktor, uşaqlarla yanaşı böyüklərdə də qızdırma ilə, sümük ağrıları ilə müşahidə edilən xəstəliklər var. Bunlar da yeni virusdurmu? Həmin infeksiya yenə də bax, hal-hazırda yayılan əsas infeksiya pik olan bu saat bütün insanlarımızı narahat edən inflyuenza A-dır. Biz bunu laborator olaraq test edirik. Laborator testlərimiz var. Həm kart testlərlə, həm İFA testlərimizlə, həm PCR testlərlə bütün təsdiqlənir ki, bu inflyuenza virusudur. Təbii digər viruslar da var. Məsələn, uşaqlar arasında bu saat az da olsa rotavirus hallarına da rast gəlirik. Koronavirusun özü də az da olsa rast gəlinir. Amma bu saat epidemiya halında yayılan inflyuenza A virusudur və həmin o dediyiniz əzələ ağrısı, sümük ağrısı, halsızlıq, qusma, boğaz ağrıları, qusma, ishal, yüksək hərarət, bütün bu əlamətlər inflyuenza A-nın super-K dediyimiz yeni mutasiyasının, yeni ştammının əlamətləridir. Yeni yayılan virusu koronavirus və ya digər viruslardan necə fərqləndirmək olar? Əlamət olaraq deyək ki, koronavirusla bəzi əlamətlər üst-üstə düşə bilir. Lakin diaqnoz qoymaq üçün nədir? Biz həmişə epidemioloji vəziyyətdən də istifadə edirik. Əgərləri xəstələrimizin çoxunda, əksəriyyətində inflyuenza A varsa, demək ki, biz birinci növbədə inflyuenza A-dan şübhələnirik və inflyuenza A-nın testini verib təsdiqləyirik. Əgər deyək ki, koronavirus yayıldığı vaxtda isə biz ilk növbədə koronavirusdan şübhələnirdik və koronavirusun testini apardıq. Yəni bunlarda diferensiya etmək üçün mütləq testlər lazımdır. Çünki əlamətlər bir-birinə oxşardır.
bəzən eynidir. Yəni klinik olaraq fərqləndirmək çox çətindir. Bir, xəstəliyin yayılmasına görə biz diaqnozu müəyyən edirik. İki, spesifik testlərimizə görə. Həm koronavirusun, həm inflyuenzaның, həm digər virus infeksiyalarının spesifik testləri var. Biz hansı xəstəliyə şübhələniriksə, epidemioloji vəziyyət hansı xəstəliyə uyğundursa, yəni mövcud ərazidə hansı xəstəlik yayılmışsa, o xəstəlikdən ilk növbədə şübhələnirik, ilk növbədə onun diaqnostikasını aparırıq və digər şübhələrimiz varsa, digər infeksiyalar, məsələn, metapnevmoniya virusu da var, bir ada metapnevmoniya virusu yayılmışdı ki, o da əsasən pnevmoniya törədirdi və yaxud koronavirusu olsun və yaxud da ki, digər virus növlərini bu spesifik testlərlə müəyyən edirik. Yəni yalnız əlamətlərə görə yox, yüksək hərarəti var, əzələ ağrır, sümük ağrır, bu yeni bir virusdur və yaxud da ki, hər hansı bir spesifik virusdur deyə bilmərik. Əlamətlər çox oxşardır, üst-üstə düşür. Yalnız testlərlə biz fərqləndiririk. Bu xəstəliyə yoluxmamaq üçün nələr etmək lazımdır? Konkret olaraq inflyuenzadan danışırıqsa, inflyuenzaya qarşı çox effektiv peyvəndimiz var. İnflyuenzaya qarşı biz həmişə tövsiyə edirik, payız aylarında inflyuenzaya qarşı peyvənd vuraq. Xüsusən də risk qrupları. Risk qrupları hansıdır? 65 yaşdan yuxarı insanlar, 5 yaşdan kiçik uşaqlar, xronik xəstəliyi olan insanlar və allergiyası, xüsusən də asması olan insanlara çox tövsiyə edirik. Çünki asması olan bir uşaq, bir insan inflyuenzaya yoluxursa, onu çox ağır keçirdir, çox ağır asma tutmaları verir, boğulmalar verir. Ona görə inflyuenzaya qarşı ən effektiv müalicə inflyuenzaya qarşı peyvənddir. Bu peyvənd yeni mutasiyaya qarşı effektlidirmi? Yəni deyək ki, super K mutasiyamız var. Keçən il istifadə etdiyimiz peyvənd burada effektlidirmi? Effektlidir, işə yararlanır. Və əgər xəstələrlə kontaktda olmuşuqsa, deyək ki, ailədə bir nəfər inflyuenzaya xəstələnib, digər insanlarsa kontaktda olmuş sayılır. Kontaktda olan insanlara isə biz həmin qrip əleyhinə preparatın, oseltamiviri profilaktik dozada veririk. Profilaktik dozada verilən həmin o preparat da xəstəliyin yayılmasının qarşısını alır, insanların xəstəliyə yoluxmasının qarşısını alır və şəxsi gigiyena qaydalarına əməl etmək. Əllərin yuyulması, maska, bol maye, bütün bu kompleks şəkildə apardıqda bu xəstəlikdən qorunmaq olur. Elşən doktor, bəzən də el arasında belə bir söz var ki, peyvənd ziyanlı, xüsusən də uşaqlara ziyanlı tərəfi var. Viruslara qarşı peyvəndlərin hər hansı bir ziyanlı tərəfi varmı və yaxud da risk qrupuna daxil olan uşaqlar varmı ki, onlara o peyvənd olmaz? Baxın, peyvəndlər haqqında həmişə bu xalq arasında bu yayılan bir xalq yaradıcılığı deyək də buna. Peyvəndlər haqqında ki, peyvənd zərərlidirmi, peyvəndin əlavə təsirləri var. İstənilən preparatın əlavə təsiri var. Peyvəndlərin də əlavə təsirləri, müəyyən bir əlavə təsirləri ola bilər. Lakin peyvəndin faydaları onların əlavə təsirləri ilə müqayisədə o qədər çoxdur ki, bu haqda heç danışmağın lüzum yoxdur. Yəni peyvəndlərin effektli sübut olunmuşdur. Bütün peyvəndlərin, tək qrip əleyhinə peyvəndlər yox, bütün peyvəndlərin effektli sübut olunmuşdur. Müasir texnologiya ilə hazırlanan peyvəndlərdə əlavə təsirlər ümumiyyətlə minimaldır. Yəni yox qədər azdır artıq əlavə təsirlər. Çünki tam bir yeni texnologiya ilə hazırlanır, yeni nəsil peyvəndlər artıq hazırlanır ki, bunlarda da əlavə təsirlər minimaldır. Ona görə də peyvənd zərərlidir, peyvəndin əlavə təsirləri var, peyvənd hansısa bir ciddi fəsadlara səbəb olur ki, söhbətlərin heç bir əsası yoxdur, heç bir elmi əsası yoxdur. Bu sadəcə xalq arasında yaradılan və bəzi insanlar arasında, bəzi insanlar tərəfindən sosial şəbəkələrə buraxılan bir şayələrdir. Mən tövsiyə edərdim ki, bunlara inanmayaq və bütün peyvəndlərdən istifadə olmalıdır, bütün peyvəndlər olmalıdır. Zaten bizim ölkəmizdə istifadə olunan, yəni təqvimimizdə olan peyvəndlər minimal sayda peyvəndlərdir. Ona görə başqa ölkələrdə daha çox sayda peyvəndlər vurulur. Ona görə peyvəndlərin olunmasını mən tövsiyə edərdim. Doktor, peyvəndlər nə zaman olunsun? Məsələn, xəstə virusa tutulmamışdan öncə olunsun bu peyvəndlər. Nə zaman tövsiyə görürsünüz? Ümumiyyətlə, qrip əleyhinə peyvəndi biz tövsiyə edirik qrip mövsümü başlamamışdan öncə. Təqribən sentyabr-oktyabr aylarında tövsiyə olunur. Amma qrip epidemiyası varsa, hal-hazırda qrip epidemiyası var və qripə yoluxmayan insanlar, qriplə xəstələnməyən insanlar peyvənd olunmalıdır. Çünki peyvənd xəstəlikdən qorunmağın ən effektiv yoludur.
Yəni istənilən vaxt hal-hazırda əgər qrip peyvəndi varsa, imkan varsa qrip peyvəndi olunmağa və qrip peyvəndi olunmayıbsa, qripə də uşaq və yaxud böyük yoluxmayıbsa, mütləq peyvənd vurdursun, onu qoruyacaq bu virusdan. Bəs bu virusa yoluxanlar necə? Hansı müalicə üsulu ilə daha tez sağala bilərlər? Nələri tövsiyə edirsiniz? Yoluxmaq üçün bax inflyuenzaya qarşı çox effektiv bir preparatımız var, nə deyim. Oseltamivir adlı bir preparat var. Azərbaycan bazarında da müxtəlif adlarla satılır. Yəni preparat adı olaraq deməyim ki, reklam olmasın, amma tərkib olaraq oseltamivir tərkibli bir preparatlar var, çoxlu preparatlar var. Və bu preparatlar olduqca effektlidir. Yəni deyirəm, preparat təyin edildikdən sonra təqribən 24-48 saat ərzində qızdırma normallaşır xəstələrin böyük əksəriyyətində. Xəstəliyin müddətini 2 günə qədər qısaldır. Ağırlaşma riskini 50% azaldır. Çox effektli bir preparatdır. Azərbaycanda da yetərincə var bu preparatlar, xəstələrimizə təyin edilir, qəbul edirlər. Müalicə kursu təqribən 5 gündür, 5 gün müddətində xəstələr onu gündə 2 dəfə olmaq şərti ilə qəbul edir və xəstəliyin müalicəsində çox effektli alırıq. Və digər də müalicəsində də başqa qızdırma salıcılardan, öskürəklə preparatlardan, bol maye, yəni dəstək verici terapiya, spesifik müalicəmiz var. Oseltamivir üstəgəl dəstək verici terapiya. Doktor, havaların, geyimlərin xəstəliyə səbəb olma faizi nə dərəcədədir? Soyuq havalarda nə baş verir? Soyuq havalarda insanlar qapalı məkanlarda toplaşırlar və qapalı məkanlarda toplaşdıqları üçün də daha sıx kontaktda olurlar və xəstəliyin daha sürətlə yayılma ehtimalı. Ona görə soyuq havalarda daha çox xəstələnirik və daha tez-tez xəstələnir. Yəni özü-özlüyündə soyuq hava xəstəlik yaratmır. Sonda doktor, tövsiyəniz nə olardı? Bütün valideynlərə, ümumiyyətlə insanlara qripə yoluxmama üsulları, özlərini necə qorusunlar? Məsələn, bəzən deyirlər ki, bol maye qəbul eləsinlər, varinalı, el dilində desək mürəbbəli çay içsinlər. Bir həkim olaraq sizin qorunma üsullarınız necədir? Nələri tövsiyə edirsiniz? İlk növbədə şəxsi gigiyenaya əməl etmək, yəni bol maye içmək, maska taxmaq, əlləri tez-tez yumaq, D vitamini qəbulu, çünki D vitamini immunitet üçün çox vacib olan bir vitamindir. D vitamini mütləq qəbul olunmalıdır. Bundan başqa, yenə deyim, xəstəlikdən qorunmaq üçün peyvənd olunmalıdır. Qrip peyvəndi xəstəlikdən qoruyur. Ona görə də yenə bir daha ən effektiv vasitə qripdən qorunmaq üçün, inflyuenzadan qorunmaq üçün ən effektiv vasitə qrip peyvəndidir. Daha sonra şəxsi gigiyena qaydalarına əməl etmək, xəstə insanlarda kontaktdan maksimum uzaq durmaq, D vitamini qəbulu, bol maye qəbulu. Bunlar qripdən qorunmaq üçün çox effektiv. Doktor, təşəkkür edirəm dəyərli məsləhətləriniz, tövsiyələriniz üçün. Çox sağ olun ki, vaxt ayırdınız. Minnətdaram sizə. Sağ olun.